Zaman həmişə vardı, amma insanlar onu ölçməyə çox sonralar öyrəndi. İlk saatlar təbiətin özündən yaranmışdı. Misirlilər günəşin kölgəsindən istifadə edərək vaxtı təxmin edirdilər. Qədim Yunanlar suyun axışı ilə zaman ölçürdü. Su saatları həm sadə idi, həm də inanılmaz dərəcədə yaradıcı. Orta əsrlərdə isə qum saatı yaranır. Minlərlə xırda dənəciyin axışı insanlara vaxtın necə sürüşüb getdiyini hiss etdirirdi. Mexaniki saatlar 14-cü əsrdə Avropada meydana çıxır. Kilsə güllələrində quraşdırılan iri mexanizmlər artıq günün ritmini müəyyənləşdirirdi. Maraqlıdır ki, bu saatların saniyə əqrəbi yox idi. İnsanlar üçün dəqiq vaxt anlayışı hələ lazım deyildi. Saat sözü ərəbcə saat sözündən gəlir və vaxtın bir hissəsi deməkdir. Bir çox dillərdəki hour, hora, ora sözləri də eyni qədim kökə bağlıdır. Qol saatının meydana çıxması isə gözlənilmədən baş verir. Əvvəl bu saatlar yalnız qadınlar üçün hazırlanırdı. Kişilər cib saatı daşıyırdı. Lakin 1-ci Dünya müharibəsi zamanı əskərlər döyüş meydanında cib saatından istifadə edə bilmədikləri üçün daha rahat olan qol saatına keçdilər. Bununla da qol saatı dünyanın standartına çevrildi. Zaman ölçməyin dəqiqliyi 1657-ci ildə Huygens Pandorlu saatı ilə başladı. Daha sonra kvars saatlar, elektron mexanizmlər və nəhayət bugünkü smart saatlar ortaya çıxdı. Artıq saat sadəcə vaxt göstərmir, o biləyimizdə yaşayan kiçik kompüterdir. Günəşin kölgəsindən başlayan bu uzun yol bugün rəqəmsal ekranlara qədər gəlib. Zaman dəyişdikcə biz onu ölçən alətləri dəyişirik, amma bir həqiqət dəyişmir. İnsan həmişə zamanı anlamağa çalışır.